Bugün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qızı ölkəmizin ictimai, mədəni və xeyriyyəçilik həyatında fəal mövqeyi ilə seçilən Arzu Əliyevanın doğum günüdür. Hörmətli Arzu xanımı bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edir. Ona möhkəm can sağlığı, uzun və mənalı ömür, ailə səadəti, xoşbəxtlik və firavanlıq arzulayırıq. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ənənələrinə sadiq bir ailənin layiqli davamçısı kimi Arzu Əliyeva hər zaman milli mənəvi dəyərlərimizin qorunmasına, Azərbaycan mədəniyyətinin təbliğinə və humanitar təşəbbüslərin həyata keçirilməsinə xüsusi töhfələr verir. Onun xeyriyyəçilik fəaliyyəti, xüsusilə sosial həssas təbəqələrə göstərilən diqqət və qayğı, təhsil, mədəniyyət və səhiyyə sahələrində reallaşdırılan layihələr cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Arzu xanım öz fəaliyyəti ilə gənc nəslə nümunə olur, humanizm, mərhəmət və vətənpərvərlik kimi ali dəyərləri daim ön planda tutur. Bu gözəl gündə Arzu xanıma bütün arzularının gerçəkləşməsini, həyat yolunda daim uğurların yoldaşı olmasını, yeni nailiyyətlər və sevincli anlar arzulayırıq. Qoy gələcək illər onun üçün daha parlaq, daha uğurlu və daha mənalı olsun. Azərbaycan naminə gördüyü bütün işlərdə ona güc, ilham və tükənməz enerji arzulayırıq. Doğum gününüz mübarək, hörmətli Arzu xanım. Qoy həyatınız daim sevinç, xoşbəxtlik və uğurlarla dolu olsun.